Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə doktorantura ilə bağlı məlumat verəcəm. Doktorantura təhsili nədir? Vacibdirmi eləmək? Bizə hər hansı bir faydası varmı? Və yaxud kimlər doktorantura eləməlidir? Bu prosesdə diqqətli olmalı olduğunuz məsələlər və s. ilə bağlı sizə məlumat verəcəm. Bu tipə görə sizdən üzr istəyirəm. Səhər yuxudan durmuşam. Bilmirəm, yuxuda gördüm, nə oldu, dedim video çəkim. Hər nəysə, deməli, ümumiyyətcə bunu demək istəyirəm ki, doktorantura təhsili, yəni doktorantura sonunda aldığınız diplom və sizin adınızın, soyadınızın önünə gələn o doktor ünvanı akademik həyatda ala biləcəyiniz ən yüksək ünvandır, yəni. Yəni bunu özünüz də başa düşə bilərsiniz ki, bu tip bir şey almaq da qətiyyən asan deyil, yəni. Fikirləşirsinizsə əgər mən gəlim burada 2 dəqiqəyə doktora eləyim, doktorantura ünvanı alım və s. Yəni sizin qabağınızda qurtlar, canavarlar, hər şey çıxacaq, yəni. Stres, depressiya, nə desəz olacaq, yəni. Ümumiyyətcə bunu demək istəyirəm ki, əgər ümumiyyətcə Bakıda işiniz gücünüz varsa, yəni normal bir işiniz varsa, maaşınız varsa, yəni özünüzə həyəcan axtarmayın, yəni. Çünki bunun o qədər örnəyini görmüşəm ki, mən burada, yəni. Boş bekarçılıqdır, gəlir ki, Türkiyəyə, həm havam dəyişsin, həm də bir doktora oxuyun falan, elə deyil, yəni, çox çətindir. Doktoranturanı heç nə ilə müqayisə eləməyin, magistrla da müqayisə eləməyin, bakalavrla da müqayisə eləməyin, çox çətindir, yəni. O qədər görmüşəm ki, burada doktora təhsili üçün gəlib, yarıda qoyub, depressiya düşüb, nə bilim, psixologiyası pozulmuş, o qədər Azərbaycanlı tələbə görmüşəm ki, yəni. Ona görə sizə tövsiyəm budur ki, ağrımayan başınızı ilk öncə ağrıtmayın. Əgər sizin akademik karyera məqsədiniz yoxdursa, doktoranturanı ancaq bunlar eləsin, yəni. Mən universitetdə müəllim olaraq işləmək istəyirəm və yaxud mən məktəbdə müəllim olaraq işləyirəm, daha yüksək ünvanımı qaldırmaq istəyirəm. Bunlara heç bir sözüm yoxdur. Bunlar gəlsin də, oxusun da, eləsin də. Amma yox, əgər sizin akademik karyera hədəfiniz yoxdursa, yəni niyə ağrımayan başınızı ağrıdıb, yəni özünüzü belə bir cəncəlin içinə salırsınız, yəni. Yəni doktorantura oyuncaq deyil, çox çətindir. Yəni boşu-boşuna o qədər pul verib ki, mən sizə bir şey deyim, yəni əgər bu hədəflərlə gəlməmisinizsə Türkiyə, əmin olun ki, o doktorantura uzağı 2 il sonra, 3 il sonra yarım qalacaq və siz də universitetə atılacaqsınız. Yəni o ödədiyiniz pullar və s. hamısı boşuna getmiş olacaq. Yəni uzun sözün qısası, akademik karyera hədəfi, Elmlər Akademiyasında işləmək, nə bilim, çox yüksək düzey məmurdursa, ola bilər, gəlsin doktor ünvanını alsın. Amma yox, əgər adi bir insan son doktorada nə işi var, yəni, niyə gəlib burada özünü bədbəxt eləyir, yəni, ona görə tövsiyə deyil. Hər nəysə, deməli, doktorantura başvuru necə olur? Doktorantura ilə başvuru magistr kimi olur, eyni sənədlər tələb olunur, amma o digər sənədlər ki, bununla bağlı video var, tələb olunan 2 ekstra sənəd var. Birisi dil, xarici dil bəlgəsi. Bu arada Türkiyədə IELTS qəbul olunmur, bunu sizə söyləyeyim. Və bir də ALES imtahanı. ALES imtahanı da, bununla da bağlı kanalda video var. ALES imtahanı Türkiyədə magistr və doktorantura təhsili üçün tələb olunan bir imtahandır. Magistraturada yabancı uyğurlar üçün bunu çox tələb eləmirlər. Əksər universitetlər tələb eləmir, amma doktoranturada %90 universitet tələb eləyir, yəni. Bəzi universitetlər var ki, doktoranturada da tələb eləmir, nə dil istəyir, nə ALES istəyir, yəni o universitetin özünün də keyfiyyətini onsuz buradan anlamaq mümkündür, yəni. Deməli, yaxşı gəldiniz Bakıdan bura, doktoranturaya qəbul oldunuz və s. Nə olur? Yəni, çünki doktoranturanın müddəti də magistrdan fərqlidir. Keçən videoda demişdim, magistr maksimum 3 ildir, doktorantura isə maksimum 6 ildir. Normal ili isə 4 ildir. Yəni, siz 4 il ərzində doktoranturanı bitirə bilərsiniz. Əgər uzatsaz, bu çıxır 6 ilə, yəni 12 dönəmə çıxır. Deməli, ilk 2 il dərs dönəmidir. Yəni, siz dərslərə girirsiniz, dərsləri verirsiniz. Bu ilk 2 ildə. Sonra dərslər verəndən sonra nə olur? Sonra dərslər verəndən sonra
siz doktora yetərlilik sınavına girirsiniz. Doktora yetərlilik imtahanına girirsiniz ki, bu aldığınız dərslər və yaxud tezə keçmədən öncə sizin akademik bilik, bacarığınız, araşdırma qabiliyyətləriniz və s. bunları test eləmək üçün bəzən yazılı, bəzən sözlü bir imtahan olur və bu imtahanda da siz əgər uğurlu olsaz, ondan sonra tez izləmə komitəsi qurulur. Buna TIK deyirlər. Və bu yetərlilikdən sonraki 6 ay içərisində yetərlilik imtahanını verdiniz. Bu arada yetərlilik imtahanını verə bilməsəz, 1-6 ay içərisində təkrar o imtahana girə bilirsiniz. Yəni. Hər nəysə, yəni yetərlilikdən sonra TIK gəlir. Tez izləmə komitəsi. Adından da göründüyü kimi tez demək elmi iş deməkdir. Yəni, sizin elmi işi izləyən bir komitə qurulur. Burada sizin danışmanızdan əlavə 3 sənə də müəllim olur. Və siz bu müəllimlər önündə tez önərinizi, yəni tez təklifinizi, elmi iş təklifinizi burada müzakirəyə çıxarırsınız. Qəbul alandan sonra siz artıq tez mərhələsinə keçirsiniz. Yəni elmi işi yazmağa başlayırsınız. Tez izləmə komitəsi ildə 2 dəfə təşkil olunur. Və 6 ayda bir bu tez izləmə komitəsi toplanır və siz 6 ayda bir o tezin ilərləyişi ilə bağlı, yəni elmi iş necə gedir, mən nə edirəm, veriləri necə toplayıram, yöntəmə sadiq qalırammı, yöntəm işi necə gedir? Yəni, bununla bağlı olaraq mütəmadi məlumat verirsiniz. Və gələk digər önəmli məsələyə. Doktoranturada, hal-hazırda Türkiyədə ümumiyyətcə bir çox universitetdə magistr səviyyəsi üçün də bu tələb olunur. Amma doktoranturada %100 tələb olunur. Çünki magistr səviyyəsində bəzilərində tələb olunur, bəzilərində tələb olmur. Bu nədir bu tələb olan şey? Dərgiyə məqalə və yaxud konferansda iştirak və s. Yəni, siz məzun olmaq üçün elmi iş yazmağınız kifayət eləmir. Sizin həmçinin bir bilimsel, akademik dərgidə məqaləniz də yayınlanmalıdır. Bu şərtdir. Yəni, bu olmasa siz məzun ola bilmirsiniz. Elmi işi yaxşı yazsaz belə. Yəni, doktoranturada da bu tələb var. Bəzən daha çox tələb olur. Bu arada onu da sizə deyim. Amma minimum tələb mütləq bir məqalənizin elmi dərgidə dərc olunmaqdır. Yəni. Ki, bu da uzun, biraz məşəqqətli problemdir. Bu da doktoranturanın çətin bir tərəfidir. Əgər bacarığınız, qabiliyyətiniz yoxdursa, bu sizin üçün çox çətindir hətta. Və bunu da verirsiniz, heç ondan sonra məzun ola bilirsiniz və o adınızın, soyadınızın qabağına bir dənə D.R ünvanı gəlir. Siz də başlayırsınız qohumlara, türklər demiş, hava atmağa. Nəysə, ümumiyyətcə belə bir məsələ var ki, təkrar altını çizirəm, doktorantura təhsili Türkiyədə çətindir. Nəinki Türkiyədə, bir çox ölkədə çətindir. Amma birbaşa Azərbaycandan doktorantura üçün gələn Azərbaycanlılar üçün daha çətindir. Amma magistri Türkiyədə oxuyub, ondan sonra doktoranturaya keçən Azərbaycanlılar üçün bu daha asandır. Çünki onların müəyyən bir təcrübəsi olur. Mənim yadıma gəlir, bir dənə qız var idi, İstanbul Universitetinə gəlmişdi. Birbaşa Azərbaycandan, magistri Azərbaycanda bitirmişdi və doktoraya birbaşa bura gəlmişdi. Qızın universitetdən qovulmağına çox, yəni bir ince ip şey qalmışdı ki, o qızı qovsunlar universitetdən, amma bir təhər köməkliyi ilə falanla, beşbekandan o qız məzun ola bildi. Amma indi ona dönüb soruşsan ki, doktoranturanı təkrar eləmək istəyərsən, yəni doktorantura adı gələndə qızı əsmə tutur, yəni siz təsəvvür edin. Nə qədər çətin idi, onun üçün nə qədər çətin oldu. Yəni. Ona görə sizə tövsiyəm, akademik karyera, yüksək düzey məmur deyilsəniz, yəni doktorantura həvəsinə girməyin. Bu iş oyuncaq deyil, bu iş çox çətindir. Çünki sizin qarşınızda, belədir ki, magistrdə müəllimlər sizi çox ciddiyə almır. Nəyə görə almır? Çünki siz hələ başlanğıc araşdırmacısınız. Amma siz doktorantura təhsili alanda artıq bir elm adamı kimi çıxırsınız onların qabağına. Yəni, onlar misal üçün magistrda üstündən keçdiyi məsələləri və yaxud sizin əksik tərəflərinizi, yəni çatışmayan tərəflərinizi göz ardı eləyə bilirlər. Amma
gəl gör ki, onu doktorantura da eləmirlər. Çünki artıq siz onların, yəni status olaraq onlara da yaxınlaşmağa başlayırsınız. Bir müəllimə yaxınlaşmağa başlayırsınız. Yəni və müəllim deyir ki, belə doktoratura tələbəsi olar, yəni ixtisasını bilmir, akademik araşdırma qabiliyyəti yoxdur və s. yəni. Ona görə əziz insanlar, sizə tövsiyəm, doktora ilə gəlməmişdən qabaq yaxşı-yaxşı fikirləşin, yəni özünüzə macəra axtarmayın. Əsgərlik üçün gəlirsinizsə və s. başqa məsələ varsa, ona bir şey deyəməm, yəni nəticədə məqsədiniz başqadır. Doktoradan silinsə də sizin üçün problem olmaz, yəni. Amma həqiqətən ürəyinizdə tutun, mən doktora üçün gəlirəm, sizin üçün çox çətin olar. Nəysə, kanala abunə olmayı, mənə dəstək olmağı yaddan çıxartmayın. Bir sonraki videoda inşallah görüşmək üzrə. Hələlik.